Dəyərli izləyicilərimiz, sizə Zabratda 4 sotda 4 otaq paket kupsa evlə gəlmişəm. Düzdür, indi hal-hazırda iş gedir, tamamlanmamış gəlib çəkirik. Çünki bilirik ki, bunun hazırlananca qalmayacaq, satılacaq. İnşallah da elə bizim müştəriyə qismət olar. Evimiz tam hazır vəziyyətdə Padzamok 160 minə çıxacaq satışa. Sağında, solunda nə gözəl yaşıllıq üçün yer saxlanıb. Evin ətrafına rahat şəkildə keçmək üçün məsafəsi var. Arxasına da eyni qaydada. Hər bir tərəfini göstər. Həyət eyni şəkildə arxası da. Həyət üçün sanitar qovşağıdır. Maşın girmək üçün jaliz qapı geniş, ayrı qoyulub. Giriş qapısı ayrı qoyulub. Targoviyə döşənən tamet bizim həyətə döşənib. Evimiz 4 sot torpaq sahəsinin içərisində 6 daş kürsüdə, dairəvi qoşadaş, üstü də kəmərlidir. Özə maraqlı, fərqli dizaynla tikilib. İstilik sistemi, kollektor sistemidir. Ay, sobaq onu demək istəyirdim. Gəl. Evin içərisi də istipoldur. Keramika döşənən hər bir hissə istipoldur. Geniş girəcəyidir. Sənin solun, mənim sağım. Mətbəxdir, istipoldur. Mətbəxdən də balkona çıxışı var. Yəqin ki, stop işıqlarca da düzəcəklər yuxarı. Tam hazır. Ay, sağ ol. Belə evin çəkmə üstünlüyü nədir? Evi görürsünüz ki, ev başlıcan daşdan tikilib. Bəzən çox barmaqla sayılacaq ev tikənlər var ki, aşağısını daş, üstünü kərpic eləyirlər. Amma gözünüzlə görürsünüz ki, bu tam daşla tikilmiş evdir. Bünövrəsi, kürsüsü, kəməri, hər bir şey qaydasında. Otaqların da istilik sistemi xətti çəkilibdir. Bütün pəncərələri öz həyətinə baxır. Özü zaborla əməli başda məsafəsi var. Növbəti yenə yataq otağı. Qonşunun görsən, qonşunun belə deyək də pəncərəsindən düşən hissəni buz pəncərə eləyiblər ki, görsənməsin. Sanitar qovşağı sanuzeli, keramika mərmər qranitdir. Asma tavan istipoldur. Hətta deyirsən, kabinetin yeri də saxlanılıb, bax. Geniş otaqda. Qonaq otağını göstərmədik biz. Gəl. Göstərdin, olsun təkrar göstərək. Geniş də qonaq otağı. Qiyməti 160 min manat tam hazır vəziyyətdə start qiyməti olaraq göstərilir. Zabratda 118 A-nın yolunda, Poliklinikaya yaxın, həqiqətən çox gözəl yerdədir. Qazı, suyu, işığı hamısı çəkilib, sayğaclar qoyulub. İstilik sistemi də dedim, kombidir, kollektor sistemi ilə çəkilib. İstipoldur, digərlərində istilik xətləri hamısı çəkilibdir. 160 minə real müştəridə endirim mütləq şəkildə olacaq. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.